Salam qızlar, bu günləri sizlərlə çox asan hazırlanan və mövsümə uyğun yemək resepti bölüşmək istəyirəm. Bizlərə lazım olan tərəvəzlər 2 ədəd badımcan, 2 ədəd kartof, 2 ədəd bibər, 2 ədəd soğan və 2 ədəd pomidor. Mən ət olaraq cücə ətindən istifadə etdim. Siz istəsəz mal ətindən istifadə edə bilərsiniz. Əmin olun ki, qızlar, çox dadlı və tez hazırlanan bir yeməkdir. Sizə də hazırlamağınızı tövsiyə edirəm. Tərəvəzləri bişirəcəyimiz qaba əlavə elədikdən sonra qızlar, üzəri üçün 1 xörək qaşığı tomat, 1 stəkan su və 1 çay qaşığı nanə əlavə eləyib yeməyin üzərinə əlavə eləyə bilərsiniz. Və istədiyiniz növ yağdan istifadə eləyə bilərsiniz və sobaya göndərib 200 dərəcədə maksimum 1 saat bişirdikdən, altı üst rejimdə bişirdikdən sonra çıxarda bilərsiniz.